Nə bizneslə məşğul olum, sualları bitmir. Belə konkret insanlar yazır, cavab tapa bilmir. Mən özüm də cavab verə bilmirəm. Çünki insanlar demişəm də müxtəlifdir. İndi bir dənə ümumi bir məsləhət, bir neçə məsləhətlər var, tövsiyələr var. Onlardan birini deyəcəm. Baxın, indi hal-hazırda indiki dövrümüzdə imkanlı adamların, biznesdə imkanlı olanların çoxsu vaxtilə 90-cı illərdə və 90-2000-ci illərdə elə-belə bilet alıb Çinə gedən və yaxud da elə-belə bilet alıb Türkiyəyə gedib baxan adamlar da heç onlar bilməyiblər hansı biznes eləyəcəklər, nə edəcək. Gedib sadəcə oranın topdan yerlərində gəzirlər, hansısa bir məhsulu görür, özünə yaxın bilir. Baxın, mən deyəndə ki, insanlar müxtəlifdir, hansı biznesi konkret demək olmur. O deməkdir ki, siz özünüz seçməlisiniz onu. İndinin özündə cavan uşaqlara, tələbəsiz, instituta girmişsiniz, birinci kurs, üçüncü kurs, həvəsiniz var, özünüzə biznes istəyirsiniz, maaşa işləmək istəmirsiniz, düz deyirsiniz. Gedin sədərəyə, elə-belə sıraları gəzin, baş şirniyyatı, sağa sola baxa-baxa gəzin. Həm özünüzə nəsə, bəlkə nəyəsə biraz uyğun qiymət alarsınız, həm də ki, ağlınıza bəlkə bir ideya gələr. Yəni ki, dediyim kimi, indiki imkanlı adamlar hamısı belə formalaşıb o vaxtda. Bir hissəsini deyirəm təbii ki, indi necə ki burada hərənin öz istiqaməti var. Eləcə də biznesə girməyin, pul qazanmağa girməyin də müxtəlif istiqamətləri var. Onlardan biri sadəcə biznesdir, yəni şəxsi biznes.